Hər birinizi salamlayıram kanalımıza və videomuza xoş gəlmisiniz. Bu gün deməli qrup yoldaşıyıq, belə deyim. Mənə söz atıb deyəndə ki, mənə abunədə keçmək istəyir. Şəxsən bunu özü mənə deyib. Məncə buna son vermək lazımdır. Əgər Mirzə bu videoya baxırsansa, əsəbləşmə. Sakit videoya bax, bir dənə like at. Abunə deyilsənsə kanalımıza da abunə ola bilərsən. Mən sənə rəqabət aparım. Bunu yadda saxla. Nəysə, otaq şəraitdə görürsünüz yəqin ki, çox qəşəng bir otaqdır. Hal-hazırda pəncərə ilə üzbəüz video çəkirəm. Videonu da vedrəyə sökətib çəkirəm. Nə qədər otaqda video çəkir, biraz deyim, fərqlənən youtuberlərdən. Mirzə mənə deyirdi ki, sənə abunədə keçəcəm. Mirzəni tanıyırsınızsa, bəlkə də tanımırsınızsa, əgər keçib kanalına baxa bilərsiniz, onunla birlikdə vlog videomuz belə olub. Mənə deyirdi ki, sənə abunədə keçəcəm. Mən dedim, sən mənə abunədə keçə bilərsən, amma sən mənim kimi kərpic yerdə video çəkə bilmərsən, köhnə yerdir. Qorxuram birdən ilan falan çıxar, doldu biraz zibillə. Mirzə, sən bu videoya sonuna qədər baxa bilməyəcəksən, özə dözməyəcəksən. Sırayla ya dislike atacaqsan, ya da ki, pis yorum yazacaqsan. Profilə bax, ayağım altında düz yeri, bu stol falan yoxdur, otura. M1Z. Yəqin ki, axırdakı E-ni mənasını bilirsinizsə, mənim adımla əlaqədar qoyub. Bir nədir? Bax, bir. Utanmırsan, sən bir nədir? Haqqında nə yazıb? Haqqında mənə çox maraqlı gəlir nə yazıb. Bu kanal Mirzəyə məxsusdur. Mirzəyə məxsusdur. Mən bilmirdim Mirzə sənin məxsus olduğunu. Burada mən müxtəlif reperlərin mahnılarına, kliplərinə və freestyle'larına və gülməli videolara reaksiya verirəm. Bir kitab söz yazmışsan bura. Mən indi bunu necə oxuyum? Halal olsun da sən əsl YouTuber belə olur, həqiqətən deyirəm. Abunə hədəflərini də yazıb. Bunun 100% ChatGPT yazıb. Bunun üçün bu özü yan-yana oturuq. Lap bu səviyyədə deyil yəni bunu yazsın. Bunun səbri çatmaz bunu yazmaq, yəni Mirzənin. Bir də əsəbləşirsən, biləm əsəbləşmə. Bu videosuna baxırıq. Arxada telefonunu zaretkaya qoya oynayır. Tokda ola telefonla oynayır. O partlasa nə olacaq? Mənim yanımda kim oturacaq da? Bir dənə cavab ver. Yenə də hər videosunda, yəni reaksiya videosu çəkir. Bir dənə ağ naşnik taxır qulağına, bir tayda özü də. Bir tayını gizlədir, bəlkə də sınığı falan ola bilər. Arxada yenə tokda ola oynayır. Ay, tokda ola oynama. Bu videoya baxırsan sən tokda İtlər çaşır deyə məni. Burada kanalda fərqli videolar görürük. Bax, son video paylaşıb. Bax, son video adlı videodur. Son videodan sonra 10 dənə video paylaşıb. Bax, bu nə hərəkətdir? Sən son video adlı video paylaşdın, onun davamı gəlməməli idi. Kanalı çox pisdir, yəni. Sən bu videoya baxırsansa, ged o kanalı sil. Kesin abunə olun. Vəziyyət ağır olacaq. Həqiqət deyirəm. Kesin heç olmasa bizdən olmabına getsin ona. Bu yazığın otağı da mənim otağım kimi deyə. Bunda elə yaxşıdır. Mən video çəkdiyim yerə baxın bir dənə. Ay, kimsə gələr, qonşu gələr, Allah qonşunun evidir. Köhnə evdir, yarı tikilibdə yəni. İlgiz səslər də gəlir. Bax, biraz fərqlilik yaradım. Mirzə, yenə deyirəm, abunədə video keyfiyyətində bizi keçə bilərsən. Amma sən kərpic yerdə bir dənə video çək, ləzzətini gör. Soyuqdur, donuram soyuqdan, Allah haqqı. Videoya like atıb kanala abunə olmağı unutmayın. Videoda biraz qəribə görünə bilərəm, çünki soyuqdur, yəni burnum falan qızarıb. Mirzə, əsəbləşmə deyirəm, deyən sənə. Populyar videosuna baxırıq. Populyar videosu Eko ilə İKK'ya özəl sual-cavab videosu. Yəni 2000 neçəyə özəl məndən sual-cavab videosu çəkib. 199 izlənib. Və 199 nəyə görə izlənib? O videoda mən varam deyənə. Sən o videonu siləcəksən. Silməsən o videonu mən sən sildirəcəm. O video fikir falan uğurlayır bu. Videoları eyni stildə çəkilir. Necə, nə qədər bir yerdə video çəkəcəksən? Axı, gəl belə kərpicli yerdə bir video çək də. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Taxtalara falan bax. Əgər video xoşunuza gəldisə, videoya like atıb kanala abunə olmağı unutmayın. Bir müddət burada video çəkməli olacağam. Səbəbi çoxdur, çünki evdə biraz şərait yox idi. Mən də dedim burada bir video çəkəm, həm də fərqli yaratmaq istəyirəm. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videoya like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Belə videoların gəlməsini istəyirsinizsə, şərhlərdə öz fikrinizi bildirin. Bu qışqırtma videosuydu. Əlbəttə ki, Mirzə çox qəşəng youtuberdir, çox qəşəng videolar çəkir. Düzdür, mənə rəqabət aparmır, çünki biz bir yerdə irəliyirik. Mənə çox dəstək oldu. Mirzə, əgər sonuna qədər baxırsansa, bu sadəcə bir zarafat videosuydu. Burada sadəcə tənqid kimi elədim, gəl ki, belə pis youtubersən falan. Keçin kanalına abunə olun. Çox əziyyət çəkir həqiqətən. Reper videoları, yəni rep həvəsi var bu adamın. Hər gün dəstə mənimlə birlikdə rep deyir. Mənimlə birlikdə yox, yəni rep, ancaq rep də bu adamın işi.
Sağ olun, sevilirsiniz. Mirzə mənə rəqib ola bilməz. Əgər ona qışqırtma videosunun çox gəlməyini istəyirsinizsə, videomuza like atmağı unutmayın. Belə yerdə video çəkərlər. Özümə nifrət elədim. Yerə bax bir dənə. Nərdivanla falan baxışırıq burada. Azdı mı? Yolu tapmıram.